Boşanma ərizəsi nədir? Başın xarab olub sən? Nə eləməliydim bəs? Buna görə boşanmağa ehtiyac yoxdur da. Mən hələ gec bilmişəm. Nədir gec bildiyin? Qardaşının narkoman olmağı. Nədir? Söz deyə bilmirsən, belə baxırsınız bacıma. Biz o məsələni danışmışıq. Tahir özünü normal aparırıq. Görürəm necə normal aparır. Fəridə, sən necə eləyə bildin bunu? Yaxşı elədim. Hələ gec elədim. Vallahi uşaqlıq eləyirsiniz. Yəni biz o qədər yad adamıq ki, bunu mən gəlib burada öyrənməliyəm. Hə? Qardaşın özünü yad kimi aparır. Narkoman olmağı azdır, hələ biz gedib qızla da görüşüb. Bax, mən Tahir düz eləyib demirəm. Amma da boşanmağa ehtiyac yoxdur da indi. Nəysə də Tural uzatmayaq. Aparmaq istəmirsən, ver özüm aparım sənə verim. Fəridə, bir dənə zəhmət olmasa icazə ver, mən Zaurla danışım. Danışılacaq heç nə yoxdur. Zaur, imkan ver də bir dənə danışaq. Dilara, bir dənə Fəridənin zəhmət olmasın. Hə, fərqli nə deyəcəksən, sən? Bax, Zaur, mən demirəm Tahir düz eləyib. Tahir səhv eləyir. Elə ən çox onunla mən sərt danışıram. Başa düşdün? Mən bilirəm ki, olanlar düz deyil. Amma biraz vaxt ver də bizə. Vaxt ver, görək neyinirik. İndi Fərdi gəlib yanıma laf yaxşı, bu gəlsin qalsın sənin yanında. Mən də istəmirəm belə halda bunlar bir yerdə qalsınlar. Amma da boşanmaq eləməyin də, xahiş eləm də. Olmadı ki, dəqiqdən bir də nə olur boşanırıq. Bir də ki, bu anar məsələsi də var ortalıqda. Ola bilsin ki, bu anar nəsə hoqqa verir. Tural, bu heç nə dəyişmir. Sənin qardaşın narkomandır. Bildim də, bunu hər dəfə nəyə vuruluysan, bildim də narkomandır, hə, neyniyim? İndi müalicə edirik də, görək nə olur da. Mən onsuz da neçə vaxtı Fərdənin davranışından hiss edirdim ki, nəsə düz deyil. Siz hər şeyi bilirdiniz, bir evin içində. Məndən də gizlədirdiniz. Hamınız da susurdunuz. Əşki, heç kim susmur da. Və görsən, heç kim Fəridənin dalıca gəlmir. Biz bildik də bizimki nəzi bildi. Amma da boşanmaq eləməyin də, bir dəqiqə gözləyin, bir vaxt verin də, bir görək nə olur. Zaur, mən Fəridəni çox istəyirəm. Fəridə mənim daimin əmanətidir. Mən istəmirəm onun üçün pis olsun. Başa düşürsən məni? İndi xahiş edirəm sənə, uzatma. Götür bunu, gedin sabah gəlib ərizəmizi geri götür. Biraz mənə vaxt verin də. Bax, mən sənə başa düşürəm, sənə böyük qardaş kimi başa düşürəm. Amma mənim xətrimə eləmə bunu. Fikirləşərəm, Tural. Fəridə, gedək. Bu basa-basta elədiyin söhbətə bax da deyim sənə. Sən də özünü normal apar. Oha, mən nə edirəm mən? Day, nə edəcəksən ki? Görürəm elə nə edirsən. Sən Allah. Mən səndən bu barədə danışmışdım. Nə dedin var? Dedin ki, bu məsələ bağlandı, düzdür? Bəli. İndi təzədən niyə açırsan? Düz deyirsən. Danışmışdıq da, bağlamışdıq da. Amma mən görmürəm, sən qızı görən kimi həyəcanlanırsan. Hər gün də qaçırsan işə. Boş-boş danışma, sən Allah. Sən Allah, gəl gedək. Gəl, Bu dəqiqə gedək. Tahir çıxıb gedəcək, tapa bilməyəcəyim. Arzu, Ha, Tahir'i görmədin? buradaydı elə biraz var çıxdı. Of Tahir, of. Nəsə problem var Almaz xanım? Var. Var problem. Sənsən o problem. Mən neynirəm ki sizə? Özün çox gözəl bilirsən nə edirsən. Almaz. Gəl, yeri döl, gəl. Səndən sonra danışacağım, dayan. Gəl, yeri döl, gəl.
Ay mənim arzu balam, ay mənim arzu balam, arzu balam, ömrümün yazı balam, sevinci nazı balam, arzu... Salam Melek. Əleykümə salam, amma Tahirçik, mən tövbəliyəm, adam döymürəm, dalaşmıram, ona görə də sonra söhbət eləyərik. Anarı hardan tanıyırsan? Bu nə sualdır? Adımı hardan bilirsən mənim? Hə, adı hardan bilirəm və sən belə qənaətə gəldin ki, mən anarı tanıyıram. 100%. O sənə də bir xod tapıb. Düzünü deyim, Hə, mən anarı tanıyıram. çox maraqlı adamsan. Görüşdür biz anarla. Buy, hansı yaxşı hərəkətivə görə mən səni anarla görüşdürüm. Həm də mən indi balamı gözləyirəm. Allah hamın balasını saxlasın. Bax, səndən xahiş edirəm də görüşdür bizi. Daba, belə xahiş elirsən, ürəyim yumuşalır, əlim qolum boşalır, yanıma düşür. Of. Kart oynaya bilirsən? Nə kartı, nə deyirsən sən? Hə, kart oynaya bilirsən, sualıma cavab ver. Hə, yoxsa yox. Hə də, oynaya bilirəm. Qəşək. Gedək, qardaşımın sənə başqa sürprizləri də olacaq. Sen ne otur burada ben qabağımda göz yaşı dökürsən? Ne olub sənə? Çox mundar adamsan. Hardasın? Demək olar. Hacımın nə günahı var, hə? Uşaq deyə, uşaq. Çünki bacısı sənsən ona görə. Mənə bax. Ne oldu? Ne elədin? Əsas nə yerdədir xəbər? Onu de mənə. Nə istəmisənsə eləmişəm də. Ne eləmişsən də? Ne oldu? De görüm. Hamısı Dediyi elədim. elədin? İnanmadılar amma. Niyə? Görüblər səni. Əş, cəhənnəmə görsünlər. Görmək görən nə deməkdir ki? Sadəcə bir təsadüfdür. Təsadüf. Hı? Sənə mən öyrətmişəm. Əlimi çək. Yaxşı, ay qız. Ay qız. Bax, sən mənə sağ ol deməlisən, mən sənə yaxşılıq eləmişəm. Başa düşürsən? Mən sənə sevgilivə qovuşdurmuşam. Buna görə sən mənə çox sağ ol. Çox sağ ol yox, təşəkkürnamə göndərməlisən. İyrəncsən, anar. Bilirəm, Əclafsan. bilirəm. İyrənirəm səndən. Onu da bilirəm. Sən gör belə təmizsən, sən gör belə safsan, hə? Oh! İstediğin yar idi, getirdi pərverdigar. Bizə kim gəlir bura? Kim? Səncə, tap görüm. Kim gəlir? Tap da. Baş hərfini bax köməkli eləyirəm. T. Gedirəm mən. Otur yerində. Burada görməsin. Otur yerində, Cavid gətirir onu. Yox, gedirəm mən. Ay qız, yaxşı. Yaxşı get, amma mən çağıranda gələrsən. Yaxşı? Bəsdir də anar, bəsdir. Nə istəyirsən məndən? Əl çək də. Sənin oyunlarına iştirak eləmək istəmirəm. Başa düşürsən? Az! Sənin bir dəqiqə meydivi salarım, eşitdin məni? Sənin ağzında deyirəm ki, mənə biraz vaxt lazımdır, vaxt. Nə deyirəm, onu da edəcəksən. Deyəcəm, öləcəksən, qalacaqsan, eşitdin məni? Yaxşı. Dur, cəhənnəm ol buradan. Dur. Get bacımın yanına. Heç də. Sən get onda. Sən gəlmirsən? Yox, mən gedim Tahirin yanına dəyim də. Yaxşı. Düzdür, mən Tahirin xətrini çox istəyirəm, amma onun elədiyi hərəkət düz deyildi.
Heç kim demir ki, Tahir düz eləyib. Vaxtında müayinə olmaq lazım idi da, bəyəm görmürdü öz hərəkətlərini. Nə bilim Dilara, hamımız elə bilirdik ki, psixoloji problemlərdir, amma nə bileyim, qurşanıb bu zibilə. Bəs nə əcəb evdə heç kəs hiss eləməyib. Nə bilim, Xətrinə dəyməsin, amma Fəridə düz eləyib. nəyi düz eləyib? Yəni onun yerinə kim olsa belə eləyərdi. Nə deyim Dilara, düz deyirsən. Yaxşı, səni saxlamayım mən. Danışarıq. Yaxşı. Kim sənə dedi ki, gəlib oturasan burada? Mən elə bildim getmisiniz. Getməmişik. Heç nə, çıxaram. Nədir sənin məqsədin? Hə? Nə mənada? Nə mənada? Axırıncı dəfə nə danışmışdıq səndən? Mən görürəm ki, ondan sonra heç nə dəyişməyib. Başa düşmürəm, mən nə etməliyəm ki? Dayı Yaşar da səni qoruyur. Siz nə danışırsınız, nə qorumaq? Deyim də sənə nə danışıram. Elə bayaq gördüm. Nədir onun adı? Caviddir, nədir? Onun yanında Yaşar səni elə qoruyurdu ki. Nə naz eləyirsən? Hı? Naz eləməyin heç yeri yoxdur. Getdi onun yanına. Almaz xanım, yaxşı da, lazım deyil də belə şeylər. Mən hörmət eləyirəm, saxlayıram özümü. Belə üstümə gəlmək nəyə lazımdır axı? Neyniyəcəksən ki? Hə? Almaz. Tahir hanı? Belə baxıram ki, Tahirdən çox Arzu ilə söhbət eləmək maraqlıdırsa. Çıx bayıra. Heç yerə də çıxıb eləmir. Yaşar, ailə məsələmizi onun yanında söhbət eləməyəcəm. Məncə danışılacaq, heç nəyimiz qalmadı Almaz. Görürəm də, görürəm. Bura gəlib oğlunun məsələsini həll eləməkdən gəlib boş-boş, avara-avara söhbətlər eləyirsiniz. Yaşar, onun yanında bu nədir deyirsən mənə? Həddini biləsən deyə danışıram bunu, Almaz. Nə boş-boş danışırsan? Ha, bilirsən nə var? Çıx get evə. Mən də gedim görüm Tahir'i hardan tapıram. Başa düşmədim, qovursan məni? Ha, qovu verəmirəm, yəni deyirəm ki, çıx get. Burada qalmanın heç bir mənası yoxdur. Narahat eləyirəm sizi. Yaşar müəllim, mən çıxaram. Ot yerində. Keç otu yerində. Keç otu! Çıx gedə olmaz. Gedəcəm Yaşar. Əlbəttə gedəcəm. Amma bil ki, əvvəlkilər kimi olmayacaq. Çıx get. Buyur, xoş gəlmisən. Anlara da bəs. Sən çox gərginsən, ailəlikcə beləsiz, nə olub? Cavid, mən sənə dedim ki, mənə anarla görüşdür də. Söz vermişəm, deməli eləyəcəm də. Görmürəm amma. Görəsən də biz elə təzə gəlmişik, bir-birimizə isinişək, bir-birimizi tanıyaq, sonra anar da gələr. Mənə anar lazım deyə sənə nə edirəm mən? Hara getsin? Nə vaxt anar gələr, onu da mən gələrəm, yaxşı? Yaxşı deyəm. Zəng vurum da anara. Anar, haradasan? Sən gəl daha mənim yanıma. Yox, o birsinə. Tez gözləyirəm.
Gördün? Yanımda zəng elədim onlara. Lap yaxşı. Sağ ol yoxdur. Sağ ol. Nə seçirsən? Yox. Bəs çəkirsən. Yox da, yox. Hə. Gör burada nə var? Bura öz yerimizdir. Narahat olma. Özdə mən yaxşı oğlanım, öz aramızda qalacaq. Bax, narahat olma, kişi deyilik. Otur. Mən içməyə bir şey götürüm gəlirəm. Yaxşı da Arzu. Heç yaxşı olmadı bu. Heç. Qurtardı da. Vəssalam, bitdi. Almaz xanım bu dəfə dayda çox istəndi. Mən istəmirəm belə olsun. Yenə mənə görə sizdə söz-söhbət olacaq. Olmayacaq. İndi bir şeydi, oldu, bitdi. Vəssalam, qurtardı. Almazın özündən mən danışarım. Yaxşı? Sən də heç nəyə fikir vermə. Otur sakitcə, işini gör. Gəldim Turan, gəl. Arzum, oradakı sənət var ha, onu gətir mənə. Yaxşı. Otur da, otur. Nə oldu, mama getdilər? Hə, Almaz getdi. Tahir buradadır. Yox, mən Almazdan söhbət eləyəndə bir də baxdım ki, yoxdur. Necə yox? Yoxdur da, yoxdur, gedibdir. Abi belə şey olur ha. Bir dənə adama sahib çıxa bilmirsən, sən. Ay neyniyim, ay bala, elə danışırsan, Ha gözümün qabağında bir dənə adam Ay, hiss eləmədim deyirəm da bu. Almazla danışırdım, çıxdı, getdi. Of. Bayaqdan da zəng eləyirəm, cavab vermir. Cavab verməz də da. Bura bax görüm, hara gedə bilər bu? Hara gezək? Yenə ki bu qədənin yanına da 100%. Gedənə də. Of. Nəysə artıq mən gedim oraya görüm nə olur. Hara getsən sən? Daha mən də gedərəm, hə? Ehtiyac yoxdur, sən otur burada. Ha, tək getmə də, tək getmə. Ay baba, tək getsəm nə olacaq? Otur zəng eləyəcəm də sən, davay. Fərdə, səni başa düşürəm, biraz özünə ələ almağa çalış. Mən heç bilmirəm, Zaur. Düz elədim, səhv elədim. Bax, əgər tərəddüd edirsənsə, ya fikrini dəyişmisənsə, mənə denən mən bilim. Bacı, mənim məqsədim sənin ailəni dağıtmaq deyil. Hansı qardaş belə bir şey istəyə bilər? Mən sadəcə istəyirəm sən güvəndə olasan. Narahat olmayasan, pis olmayasan. Heç kim səni incitməsin. Bundan artıq nə incitəcək? Qulaq as, gör nə deyirəm. İstəyirsən biraz gözləyək. Biraz gözləyək, bəlkə düzəldi bu məsələ. Mən bilim, bəlkə tələsik oldu bu iş. Səncə nəsə düzələr? Bilmirəm. Amma ümid eləyək ki, düzələcək. Yox, əgər düzəlməsə, aparıb sənədi verəcəm Tahirə. Bitsin, geçsin.
Yaxşı. Gözləyək də. Sən də bu aralar Tahirlə danışma. Zəng eləsə açma, görüşmək istəsə görüşmə. Mən heç onun üzünü görmək istəmirəm. Yaxşı, yaxşı. İndi istəyirsən qalx biraz dincə. Get. Çox sağ ol Zahir. Hər şey üçün. Amma nə olur olsun, nə qərar verirsən ver, bil ki, mən sənin yanındayım. İndi də, bundan sonra da. Yaxşı? Çox sağ ol Zahir. Qalx, qalx yuxarı dincə. Yaxşı. Çox sağ ol. Harda qaldılar, gəlib çıxmadılar, niyə? Narahat olma, hardasılar gəlirlər. Yaran qaldım da, rahatım. Olmaz. Ne oldu, necə oldu? Uşaq ana. Uşaq yuxarıda biraz var ki, yatsızdırmışım. Sən danış görüm, ne oldu? Nə olacaq? Qız gəldi, çıxdı. Hə, nə dedi? Anar tanıyır, hə? Bilirsən nə dedi? Dedi, mən heç Anar adında adam tanımıram. Ne danışırsan? Fərdənin yanında dedi. Bilirsən Fərdin hala düşdü. Zahir da dəli oldu dağlara dırmandı deyə. Az qaldı ki, mən evdən qovsun. Oo. Ha. Nə pis oldu. Mən də sevinmişdim ki, hər şey bitəcək. Tahir nə dedi bəsinə? Nə deyəcək? Dediyin deyib durur. Anar eləyib, anar eləyib. Bilmirəm, bilmirəmsə olmaz. Bəlkə də anar eləyib, bəlkə də anar eləməyib, bilmirəm. Tahir özür olmaz. Bilmirəm. Necə yəni bilmirəm, hə? Nəsə olmaz, bilmirəm də. Elə Yaşarla bu vaxtda danışırdıq, bir də çevrildik, gördük ki, yoxdur Tahir, çıxıb gedib arası. Almaz, belə vaxtı gözünüzdə niyə qoyursunuz? Bax, gedər bir dənə ağılsız hərəkət edərsiniz, bu nə olar? Almaz xanım, narahat olmayın, hər şey qaydasına düşəcək. Tək siz narahat olmayın, tapılacaq, hər olda tapılar. Siz niyə işə getməmişsiniz? Yox, sən nə danışırsın? Yox, sən bir vəziyyətdə qoyub hara gedirik, hə? Gedəcəm işə, fikrim qalacaq burada, biz narahat olarıq, yox. Elə qalsaq yaxşıdır. Nə Heç narahat olma. Deyil, sağ-salamat gəlib çıxmışam da evə. Nə olub ki? Yolda zat ölməmişəm ki. İşə gedin, mənə görə evdə qalmayın. Bir şey olsa, o dəqiqə zəng eləyib deyəcəm. Bax, söz ver, ha. Əgər bir şey olsa, lazım olsa, narahat olsa, nə olar, xəbər elə ki, yaxşı. Nə olsun? Başqa kimə zəng eləyəcəm? Yaxşı. Onda biz gedək, hazırlaşın. Oturub çay içməyinə bax. Neyiniysən? Neyiniysən? Ne oldu? Ne lazımdı? Ne lazımdı? Ana Tahir. Ne Tahir? Zəhrim harda Tahir? Ha bilmirəm orada Tahir. Tahir bura gəlmir. İnanmırsansa bütün otaqlara baxa bilərsən. Yoxdur burada Tahir.
Səni vurumundar eləyim mən. Hə? Sən bilmirsən Tahir hardadır indincə? Qardaşım, bilmirəm. Gəlməyib bura, xəbərim yoxdur. Necə yəni? Bilmirəm də. Bəs bu hara gedib? Xəbərim yoxdur. Zavr hardasan? Evdəyəm Tural, nə olub? Mənə bax. Tahir evdən gedib. Neyniyim? Birdən sizə gəlib eləsə, özün heç nə eləmə. Bax, özündə deyil. Gələndə mənə denən. Görürsən Tural, sənin qardaşın düzəlmir. Zavr indi yeri deyil də. Deyirəm, ağlı yerində deyil. Nəsə olsa mənə denən, gəlim danışaq orada. Yaxşı. Kesat görüm hə. Nə içsən mənə? Ağzı burnu əymə. Nə içsən bilmirəm, asıqa özü yormasan. Yaxşı. Tahir necə gəlib sizin arabıza düşüb, hə? Hə? Anarın işidir. Nə içsən bilmirəm, mən nə içsən soruşma. Hə? Eşidirsən məni? Eşitəmiş. Sənin ağzı bəyərəm. Denən görüm necə olur. Kimlə danışırdın? Heç. Eşitdim. Telefonla danışdığını. Hə, Tural zəng eləmişdi. Nə deyirdi? Deyir Tahir evdən gedib. Necə, hara gedib? Bilmirəm. Dedi ki, birdən sizə gəlib eləyər, xəbər edin. Axı, bu adamın başı işləmir konkret. Hələ mən də deyirəm, biraz səbr eləyək, düzəlsin. Bu get-gedə daha da pis olur. Bundan sonra mən necə razı olum ki, siz ayrılmayasınız? Zaur, sən əsəbləşmə, hər şey yaxşı olar. Bax, birdən bura gəlib eləyər. Ümumiyyətlə qapıya çıxma, eşidirsən məni? O bura gəlməz. O gedər sevgilisinin yanına. İndi hər nə. Mən dedim də. Qızım, nə vaxt gəlmişsən? Çoxdan gəlmişəm. Bəs Tural yoxdur? Yox, işi çıxdı, ona görə getdi. Yazdı sərsəni? Yazdıq. 3 gündən sonra zaksdı. Ay, nə yaxşı. Təbrik eləyirəm səni indidən. Təbrik eləyəcək nəsə yoxdur, mama. Belə danışma Dilarə. Mən bilirəm ki, hər şey yaxşı olacaq. Sən olmayandan sonra mama, heç nə yaxşı olmayacaq. Ey Dilarə, bəsdir də. Əsas odur ki, gün təyin olunub. İnşallah o günə qədər də yaşayaram, o günü də görərəm. Qurban olma, belə danışma da. Çox pis oluram. Yaxşı, yaxşı.
Bəs Hikməti götürməyəcəksən? Qoy biraz qalsın, alması al gedim. Sonra Tural deyərəm, gətirər. Yaxşı qızım. Mən bilirəm ki, Tural həmişə sənin yanında olacaq. Səni də, Hikməti də həmişə qoruyacaq. Onlar o bir sözlə pulla təmin eləyirdi, malla təmin eləyirdi. Mən də onu mal alırdım, onu da satırdım Tahirə. Elə vaxtı pullar da anarlıq idi, yəni vəziyyətə qurmuşdu. Biz də Seva, Sevan vasitəsilə Tahirlə tanış oldum. Axırda bildiklərin. Sən nə şəxsiyyətsiz adamsan, ha? Hə? Pulla kimsə bədbəxt eləyirsən sən? Bağışla bax. O qızla arasında nəsə olub? Seva həqiqətən Tahiri sevirdi. Sənin çənəvinə qıraram. Eşidirsən məni? Hə, bura. Zəhrim arı, Murat. Dur, get, nə qədər malım var, hamısını gətir bura. Elə mənəm, Murat, yəni. Mən niyə deyim? Hə. Ha, sən söz başa düşmürsən, hə? Dur, get, malları gətir. Kərəm bilsə, sənə görə deyirəm, yaxşı olmayacaq vəziyyət. Kərəm kimdir, hə? Sən bilmirsən də kimdir Kərəm. Ha, bir dəqiqə söydürəsən Kərəmdə özü bir daha. Dur, cəhənnəm oldu, malları gətir bura. Kərəm. Yaxşı, qardaşım. Tez ol bura. Olan bunlar da qardaşım, elə hamısı budur. Sumka bir də bunlar. Ola götür qoy sumkansını. Səni bir də Tahirin yanında görməyim. Yaxşı, qardaşım. Bəli. Mənim ürəyim, necəsən? Kimdir? Ayıb olsun, mənim səsimi tanımadın. Cavid, eşidirsən məni? Sənlə oynamağa vaxtım yoxdur. Git taytuşlarla oyna. Deyən görmə, obyektə gələ bilərsən. Yox, Cavid, gələ bilmərəm. Qardaşım maraqlı deyil sənə. Nə deyirsən, hə? Onu da gözləyirəm. Sənin mən. Yaxşı qurtardım mən səni. Ay Tural, sən də bu telefonu aç da. Bir dəfə cavab verdi adama. Sən burada nə işin var? Səninlə danışmalıyam. Ay insan, sən söz başa düşmürsən. Mən səninlə danışmaq istəmirəm. İstəmirəm də. Bilirəm. Bilirəm. Amma mən səni bir də bu evdə tək tuta bilməyəcəm. Ona görə də mütləq danışmalıyıq.
başına iş gəlir. Əslin işin anar gələcək. Gələcək də anar, niyə tələssin? Heç kimə demə. Dəlisən, kimə deyəcəm ama? Narahat olma. Əsərin qəhrəmanı gəldi çıxdı. Sen burada ne işin var? Mənim qonağımla işin olmasın. Qardaşımın 200.000 borcu var. Yəni tavandadır. Çox xahiş edirəm, sabah mənim 200.000-im masamın üstündə olsun.